oxuyanlar arasında yarışa start veririk, birlik yarışına və bu 8 uşaqdan kimlər seçilərsə, qalib gələrsə yarım final turuna, sonra da final turuna keçəcəkdir və final turundan qalib gələn mükafatlandırılacaq. 8-ci siniflər arasında 8 nəfər seçilir və bu 8 nəfər arasında yarış keçirilir. Yarışda birinci gəlirik püşk atmaya, görə kim kimlə düşəcəkdir. Bu püşk atma ilə 4 dənə qrup yaradacaq. Bu 1, bu 2, bu 3, bu da 4. Bu 4 nəfər, yəni 4 qruplaşma kimlərdirsə, açanda indi göstərəcəm sizə. Yarışda iştirak edəcək 4 dənə qruplaşmamız hazırdır. Yəni, kartikalarımızı açdıq. İlk olanlar Yusif Zeynəb, sonra Rövşən Nurxan, sonra Samir Xavər və 4-cü Sadiq Aydın. Bunlar arasından növbəti tura kimlər keçəcək, onu zamanla görəcəyik. Yarışımıza start veririk. 8-ci sinifdə keçilən mövzulara aiddir bu yarış. İlk yarışma iştirakçılarımız Nurxan və Rövşən olacaqdır. 10 dənə sual götürəcəklər və 10 suala görə orada biz qeydlər aparacağıq. 10 sual üzərindən kim daha çox bal toplamış olsa, növbəti mərhələyə keçmiş olacaq. Əgər 10 sualın sonunda heç-heçə dayansaq, sual tam kim ələnə qədər, yəni kim yenilənə qədər davam olunacaqdır. Nurxan, buyur. Qış mussonları necə yaranır? Hava axınları, yox, külək hava axınlarını doğru istidə yaranır. Davam edirik Rövşənlə, buyur Rövşən. Konvergent sərhəd nədir? Konvergent sərhədlə təbəqələrin bir-birinə yaxınlaşması. Nə təbəqələr? Litosfer təbəqələri. Litosfer təbəqələr, yəni tasvir tavalarının bir-birinə yaxınlaşmasına verir. Doğru. Nurxan, buyur. Şarqlı tektonik hərəkət nədir? Şarqlı tektonik hərəkət litosfer tavalarının uzaqlaşması, yaxınlaşmasıdır. Nəticəsində nə baş verir? Şarqlı tektonik hərəkət. Ay, tamam, qəbul edir. Rövşən, buyur. Emmə nədir? Emmə quru sahə suyun üzərində, suyun altında qalması. Suyun altında. Quru sahənin okean və yaxud dəniz sularının altında qalması. Buyur. Yer müəyyən hissəsi aşağı indikdə baş verir. Təkcə yəni suda baş vermir. Yəni, Burada da yazılır, əmrələr var. yazılır. Yox, yazılmır. O sadəcə Rövşənə minus yazılır. Hər kəs yalnız öz sualını cavab deyilində açır. Buyur Nurxan. Antisiklonlar hansı enlikdə yaranır? Antisiklonlar. Siklonlar ümumiyyətlə nələrdən asılır? Antisiklonlar... Antisiklon nədir? Antisiklon yaxın altı yüksək təzyiq olur yaxınlaşmada. Kənarlarında isə yüksək təzyiq olan siklonlardır. Amma yəni yoxdur. Yox, o cavabı da düz demədin. Antisiklonlar küləyin mərkəzdən kənara doğru, yəni mərkəzdə yüksəkdir. Sən dedin kənarda yüksəkdir. O siklona aiddir. Antisiklonların mərkəzində yüksək tərqibdir, kənarında alçaq tərqibdir. Rövşən, buyur. Qalxma nədir? Müəyyən bir sahənin, okean və yaxud quru sahənin qalxmasıdır. Qırışaraq yuxarı qalxmasını deyilir. Tamam, burada qalxmalardır. Buyur Nurxan. Himalay dağlarının yaranma səbəbi. Hind, Avstraliya və Asiya litosfer tavanı bir-birə toplaması. Rövşən, buyur. Litosfer tavalarının nə üzərində sürüşür? Aslında Sakit okean sahəsinin azalmasının səbəbi nədir? Bilməm. Rövşən, buyur. Talış dağlarının yağıntının çox düşmə səbəbi, o da rütubətin çox olmaz. Rütubətliliyin çox olmaz. Talış dağların hansı hissəsinə yağış daha çox yağır? Yuxarısına yoxsa aşağısına? Yuxarısına. Talış dağlarının elə açarsız ondan ibarət ki, talış dağların ətəyindən yağıntının çox yağır. Çünki orada inversiyadır. Çiçin yağışlarının fərqli cəhəti nədir? Çiçin yağışlarının fərqli cəhəti kiçik buludların yerlərinin kiçik damcılara baxmasıdır. Tamam. Rövşən, buyur. Qırışıqlıq nədir? Qırışıqlıq materik, quru sahələrin qırışması, qabarması.
qabarması, qırışması proseslərinə qırışıqlıqlar verir. Nurxan buyur. Muson küləkləri nədir? Muson küləkləri mövsümü küləklərdir. Düzdür. İl ərzində iki dəfə yağ verir. Aynen. Mussonu bildin ama qış mussonun özünü bilmədin. Tamam. Rövşən buyur. Müasir dövrdə coğrafiya elminin yeni sahələrin yaranmasına hansı amillər səbəb olmuşdur? Hansı amillər? Yeni ərazilərin kəşf olunması, yeni okeanların dərinliklərinin, suyun temperaturunun kəşf olunması. Sonra yeni tədqiqatlar. Yeni tədqiqatlar aparılır. Tamam. Qəbul. Coğrafiyanın inkişafına səbəb oldu. Buyurun Nurxan. Tektonik prosesler olmasa yer səthi necə olur? Tektonik proses olmasa yer səthi düz və hamar olardı. Bir də ki, dağlar aşırı düzən gəzir. Doğru. Rövşən. Tektonik hərəkətlər nəyə deyilir? Tektonik hərəkətlər yer sahəsində yerin altında qırışıqlıqlar yaranır. Deyil mi? Yer dəyişmə baş verir də. Yox, onun konkret tərifi var. Tektonik Deyil hərəkətlər. mi? Yox. Tektonik hərəkətlər nəyə deyilir? Bilmədim. Deyil. Buyurun. Yer qabuğunun üfüqü və şərqini yer dəyişməsi. Nurxan buyur. Son iki sualımız. Semyon düzünün kimdir və hansı ərazilər kəşf edilmişdir? Semyon düzünün Rus səyahıdır, dərslidir. Asya'nın şərq ucqa nöqtəsini Dejinyev buyurunu kəşf etmişdir. Tamam, qəbul edirəm, doğrudur. Rövşən buyur. Dənizlərin quruyub materikə çevrilməsi nə ilə olunur? Nə ilə əlaqəlidir yəni? Dənizlər quruyub materikə çevrilməsi nə ilə əlaqəlidir? Bilmirəm. Təsvir havalarının hərəkəti Bir dənə sual var. Bəli, sonuncu sualımız qaldı uşaqlar. Buyurun. Atmosfer yanıqları nədir? Atmosfer yağıntısı nəyə deyilir? Konkret tərif. Bulutdan yer səthinə düşür. Bulut deyil, atmosfer yağıntısı nəyə deyilir? Atmosfer yanısı bulutların yer səthinə düşür. Atmosferdən, çünki təkcə bulutdan yağan yağışlar. Atmosferdən və ya bulutdan yer səthinə düşən maye və ya bərk aldırılan sudan. Ay, sağ olun, hə, indi də Rövşən buyur. Rövşən buyur. Coğrafi biliklərin artması xəritəçiliyin inkişafına necə təsir etdiyi? Coğrafi biliklər artanda elə yeni alimlər, kəşfçilər yeni materiklər, yeni ərazilər kəşf edildi. Bunu xəritələrə köçürərək əhalinin daha da çox məlumatlanmasına səbəb. Aferin, doğrudur. Nurxan və Rövşən yarışını bitiririk və doğrularımızın cevabı 1, 2, 3, 4, 5, 6, 7. Nurxan 7 bal topladı. 1, 2, 3, 4, 5, 6 bal, 1 balla Rövşən udulmuş oldu. Nurxan'ı yeni mərhələyə keçirdik. Rövşən 6'da biz deyil, en azından çox kiçik bir miqdardan geri qalmışsan. Aferin uşaqlar.